informasiyanı mötəbər mənbədən almaq lazımdır. Məsələn, 12-ci əsr bu coğrafiyada, bizim indi yaşadığımız coğrafiyada hansı proseslərin getdiyini bilmək istəyiriksə, ən mötəbər mənbə kimi nizami yaradıcılığa müraciət edirik. Eləcə də 14-cü əsr barədə bilik almaq üçün biz Nəsimiyə, 16-cı əsr Füzuliyə və ya Şah İsmayıla müraciət edirik və bizdə o dövr, o insanların hansı kateqoriyaları düşündükləri, hansı amallarla, arzularla yaşadıkları barədə bir mötəbər bir fikir formalaşır. 20-ci əsr Azərbaycan üçün çox keşməkeşli bir dövr olub. Ona bifurkasiya nöqtələri deyirlər sinergetik alimləri. Yəni 20-ci əsrdə Azərbaycan dəfələrlə əlifba dəyişib, inqilablar yaşayıb, müstəqillik əldə edib, müstəqilliyin itirib, sonradan yenidən müstəqilliyinə qovuşub. Və təbii ki, bu proseslər bədii yaradıcılıqlarda da öz əksini tapmışdır. 20-ci əsr Azərbaycan ədəbiyyatı barədə müxtəlif mənbələr var. Lakin bu mənbələr hamısı bir-birindən fərqli, sistemsiz mənbələrdir. Və ilk dəfə olaraq Professor Bədirxan Əhmədov Azərbaycan ədəbiyyat tarixi, 20-ci əsr Azərbaycan ədəbiyyatı tarixi adında bir 3 ciltlik yazıb nəşr etmişdir və bu iş mən bilirəm ki, Azərbaycan ədəbiyyatını öyrənənlər üçün əvəz olunmaz bir mənbədir. Ən mötəbər Azərbaycan ədəbiyyatı barədə, ən mötəbər 20-ci əsr Azərbaycan ədəbiyyatı barədə ən mötəbər mənbədir. Orta kanalın bugünkü qonağı Professor Bədirxan Əhmədlidir. Hoş gəldiniz Bədirxan müəllim. Hoş gördün Namik bəy. Təşəkkür edirəm, çox sağ olun. Bədirxan müəllim, gəlin dərhal ilə söhbətimizə keçək. Mənim üçün maraqlıdır. Güman ki, bizim tamaşaçılar üçün də maraqlıdır. Ədəbiyyat nədir? Ədəbiyyatın məqsədi nədir? Bu barədə bir neçə kəlmə. Ən mötəbər mənbədən sizdən eşitmək maraqlıdır. Əslində siz o giriş sözündə ədəbiyyatın şifrələrini, müəyyən şifrələr verdiniz. Ədəbiyyat xalqın bədii düşüncəsidir. Ədəbiyyat estetikadır. Ədəbiyyat ədəbi zövqdür. Bax, bu mənada ədəbiyyatın xalqla birgə yaşamaq haqqı vardır. Yəni, tutaq ki, hər hansı bir xalqın keçmişini müəyyənləşdirmək üçün onu daha çox ədəbiyyatına müraciət etmək lazım gəlir. Ən böyük bugün dünyada belə deyim ki, hegemon xalq hesab olunan müəyyən xalqlar var ki, onun ədəbiyyatı 15-ci əsrdən o yana getmir. Ancaq Azərbaycan ədəbiyyatının həm tarixən, həm də o zənginlik baxımından çox zəngindir və çox da böyük qədim tarixə gedir. Bu mənada mən düşünürəm ki, Azərbaycan ədəbiyyatı dünyada, dünya xalqları arasında ən çox zəngin olan ən qədim ədəbiyyatlardan biridir. Ədəbiyyat, Azərbaycan ədəbiyyatı xalqın bədii düşüncəsini əks etdirir, onun yaşadığı demək duyğuları, düşüncələri, kədəri, sevinci əks etdirir. Yəni bədii ədəbiyyat odur ki, xalqın bədii düşüncəsində ayrı-ayrı fərqlərdə üzə çıxan o bədii düşüncə bütövlükdə ədəbiyyat tarixində formalaşır və orada yekunlaşır. Mən belə başa düşdüm ki, ədəbiyyat hər bir xalqın mənəvi xəzinəsidir. Yəni orada xalq yaşadığı dövr ərzində, tarixi dövr ərzində nələr qazanıbsa, nələr itiribsə, hamısı ədəbiyyatda öz əksini tapır bu və ya digər formada. Bəli, həm mənəvi xəzinəsidir, həm də gələcəyə baxışıdır. Keçmişə, bugünə və gələcəyə baxışıdır. Yəni siz özünüz də qeyd elədiniz, tarixdə hər hansı bir tutaq ki, hadisəni
biz hem tarihi kitaplardan öğrenebiliriz, hem de bədii ədəbiyyatdan öğrenebiliriz. Ve belə bir söz vardı ki, tarihçilerin eserlerinden daha çok bədii ədəbiyyatdan öğrenmek daha doğru olardı. Çünkü yazıcı daim obyektivliğini ve tərəfsizliyini koruyup saxlayır. Tarihçi tərəfli ola bilər. Ancaq yazar, yazıcı, şair həmişə daim tərəfsiz olur. Doğru. Nizami Gəncəvinin adını çəkdiniz, Nəsiminin adını çəkdiniz, Füzulinin və o dövrdə biz onların əsərlərindən əgər tarixi öyrəniriksə, tarixə baxışımız və yaxud da o dövrdə Azərbaycan xalqının nə düşündüyünü, necə düşündüyünü, gələcəyə baxışını, hamısını öyrənə biliriksə, bizim bugünkü ədəbiyyatımız da gələcəyə istiqamətlənən bir ədəbiyyatdır və bu mənada ədəbiyyatın xalqın yaşamasında, düşünməsində çox böyük rolu vardır. Mən belə başa düşürəm. Doğru, mən də sizinlə tam razıyam. Yəni yaradıcı adam, şair, yazıcı gördüklərini bir yaradıcılıq süzgəcindən keçirir və böyük şairlər, böyük yazıcılar tarixlərdən fərqli olaraq öz şəxsiyyətlərinə xəyanət eləmirlər. Gördükləri kimi yazmağı bacarırlar. Ona görə də yəni bədii ədəbiyyata daha çox mən də etibar edirəm. Nəinki o yazılmış müxtəlif deyək ki, tarixi həmişə bilirsiniz, qaliblər yazırlar. Ona görə də orada istənilən halda siyasi kontekst var. Amma yaradıcı adam özü gördüyü kimi yazır. Beləcə. Gələk 20-ci əsr bizim üçün talih yüklü bir dövr olan 20-ci əsr Azərbaycan ədəbiyyatı. Nə qədər 20-ci əsr tarixi hadisələrlə zəngin olsa, təbii ki, o qədər də bizim Azərbaycan ədəbiyyatımız bu hadisələrdən qaynaqlanaraq çox zəngin bir dövr yaşayıb 20-ci əsrdə. Siz bunu necə dövrləşdirə bilərsiniz? 20-ci əsr Azərbaycan ədəbiyyatı hansı dövrlərdən keçib? Bayaq mən Azərbaycan ədəbiyyatı tarixinin çox qədim bir dövrə getdiyini dedim. Həqiqətən də Azərbaycan ədəbiyyatı qədim dövrdən bəri müxtəlif mərhələlərə bölünür. Məsələn, bugünkü günə qədər bizim bölgümüz belədir ki, qədim dövr Azərbaycan ədəbiyyatı, orta əsrlər Azərbaycan ədəbiyyatı, erkən yeni dövr Azərbaycan ədəbiyyatı, 20-ci əsr Azərbaycan ədəbiyyatı. 20-ci əsr Azərbaycan ədəbiyyatı burada vahid bir dövr kimi nəzərdə tutulur. Doğrudur, məsələn, əvvəllər 20-ci əsr dedikdə yalnız əsrin əvvəlləri nəzərdə tutulur. Məsələn, Mir Cəlal Paşayevlə Firidun Hüseynovun 20-ci əsr Azərbaycan ədəbiyyatı kitabı cəmi 17 ili əhatə edirdi. Lakin o zaman 60-70-ci illər idi. İndi dövr başa çatıb. 20-ci əsr vahid bir dövrdür. Bütün hadisələri ilə, bütün o dövrdə baş verən belə deyim, inqilabları, müharibələri ilə o dövrü əks elətdirir. Bu mənada 20-ci əsr Azərbaycan ədəbiyyatı yeni mərhələlərə və belə deyim, müxtəlif hadisələrə bölünür. Mən məsələn 20-ci əsr Azərbaycan ədəbiyyatını götürmüşəm 1890-cı illərdə. 1900'den değil, 1890'cı ildə. Yəni ədəbiyyat bir inqilab deyil ki, bir ildə baş versin. Ədəbiyyat prosesdir. Ədəbi proses, yəni mənim götürdüyüm 20-ci əsrin vahid o əsrə daxil olan ədəbi proses 1890'lardan başlayır. Birinci cilt 1890'larda. 1890'lardan başlayır, 1920'de bitir. 1920. Bak bu dövrü əgər siz əvvəlki tarix kitablarına nəzər salsanız görəcəksiniz, ideoloji məsələlər o qədər çoxdur ki, o ədəbiyyatı, yəni o ədəbiyyat tarixini bugün əgər oxusanız siz o ideoloji məsələlərin içində itib batırsınız. Ancaq bu ədəbiyyat tarixi o ideoloji bariyerlərdən hamısını təmizlənibdir, arındırılıb. Sırf elmi yanaşma. Sırf elmi yanaşmadır. Çünki bizim mümkün deyil ki, biz o dövrə demək, həmin dövrün Sovet ideologiyasının prizmasından baxaq. Biz bu dövrə yeni
əsr artıq başa çatıb və biz bu əsri qiymətləndirməyə kifayət qədər imkanımız var. Çünki 20-ci əsr bilirsiniz, təkcə bu dövrdə 2 dünya müharibəsi baş verir. Bayaq siz qeyd edin. Azərbaycan müstəqilliyini qazanıb, sonra müstəqilliyini itirib, sonra bir də qazanıbdır. Və bundan sonra da o qədər məsələn mühacirət baş verib və başqa o qədər ədəbi hadisələr baş verib. Əlifba dəyişiklikləri olub. Əlifba dəyişiklikləri olub, bəli, əlifba dəyişiklikləri olub. Cənubda inqilablar olub. Cənubda inqilablar olub. Belə deyim ki, bir xalqın ikiyə bölünməsi kontekstində çoxlu əsərlər yazılıb. Bütün bunlar bizə imkan verdi ki, biz bu dövrə yeni yanaşma sərgiləyək. Ona görə də mən bu dövrü 1890-lardan başlayan dövrü milli hərəkat dövrü adlandırdım. Çox üzr istəyirəm. Niyə məhz 1890-1920? 90-da nəyi siz o bir başlanğıc nöqtəsi götürmüşsünüz? 90-da başlanğıc nöqtəsi yeni mərhələ, yeni belə deyim ki, mətbuat, ictimai şuurun formalaşması, Azərbaycan təfəkkürünün formalaşması. Məsələn, mən sizə deyim ki, 1890-a qədər Azərbaycan hələ öz milli kimliyini dərk eləmirdi. Və bunu əsərlərində də, şairlər, yazıçılar əsərlərində də dərk eləmirdi. Milli ruh demək olar ki, yox idi. Milli ruh da yox idi. Zərdabi, Axund. Bəli, Zərdabi Əkinçi qəzetində hələ İslam milləti deyirdi. Heç bir dəfə də Azərbaycan adını çəkmirdi. Nə vaxt ki, Kəşfündə Azərbaycanlı bizim orada bir felyeton var idi. Yəqin ki, siz onu çox yaxşı bilirsiniz. Mən onu demək, çox uzağa getmək istəyirəm. Həmin felyeton nəticəsində biz Azərbaycan, Azərbaycanlı adı və sonra Türk adı bu paralel getməyə başladı. Yəni, xalq öz milli düşüncəsini formalaşdırmağa başladı. Siz təsəvvür edin, 1900-cü ildə əsrə, 20-ci əsrə milli mətbuatsız daxil olan Azərbaycan cəmi 18-20 ilə elə bir inkişaf yolu keçdi ki, özünün siyasi təfəkkürünü formalaşdırdı, ictimai təfəkkürünü formalaşdırdı və müstəqillik əldə etdi. Siyasi müstəqilliyin əldə etdi. Yenə deyirəm, hələ 1890-ların başında özünün milli kimliyini demək, dərk edə bilməyən demək, Azərbaycan mətbuat sayəsində, ictimai şuurun formalaşması sayəsində bütün bunlara nail oldu. Nəyə görə? Çünki mətbuat vardı. Mətbuat xalqın görən gözü, eşidən qulağı və deyən dili idi. Cəmi bir neçə ildə bizim Füyuzat jurnalı nəticəsində Molla Nəsrəddin, Həyat və başqa digər İqbal, İrşad, Zəmbur, digər satirik qəzetlərimiz və jurnallarımız sayəsində, eləcə də sonraki Açıq Söz qəzetində Azərbaycan yeni bir inkişaf mərhələsinə daxil oldu. Və bu dövrdə siyasi təfəkkürün formalaşmasında, siyasi müstəqilliyin əldə edilməsində Azərbaycan ədəbiyyatının çox böyük rolu oldu. Çünki xalq hələ siyasi cəhətdən savadlı deyildi, maariflənməmişdi və ona görə də xalqı nə ilə ayırtmaq mümkün oldu? Onun bədii təfəkkürü ilə ayırtmaq mümkün oldu. Molla Nəsrəddin və o dövrdə yazılan demək, cərəyan edən ədəbi cərəyanlar, romantizm, maarifçi realizm, tənqidi realizm, bu cərəyanlar bütün belə deyim ki, bütün var qüvvəsini xalqın formalaşmasına, ictimai şuurunun oyanmasına sərf elədi və bu da öz nəticəsini verdi. Bu birinci periyod, yəni 1890-1920-ci il, bunu siz necə adlandırırsınız? Bu milli hərəkatdır. Milli hərəkat. Milli hərəkat. Ondan sonraki dövrlər? Ondan sonra, əlbəttə bu milli hərəkat dövrü də özü bir neçə kiçik mərhələlərə bölünür. Çünki 1890-dan başlayan dövrü Cümhuriyyət dövrü ilə eyniləşdirmək mümkün deyildi. Cümhuriyyət dövrü ayrıca 23 ay olsa da, bu bir mərhələ üçün çox kiçik olsa da, Azərbaycan bədii təfəkküründə elə bir iz qoydu ki, bu dövrü ayrıca mərhələ kimi götürmək lazım. Mən bu dövrü Cümhuriyyət mərhələsi götürürəm. Yəni, Azərbaycan ədəbiyyatının Cümhuriyyət mərhələsi. Əslində, bu dövr elə əvvəlki dövrün davamı idi.
Ancak şöhne Sovet ideolojisi bu dövrün üzerinden sükutla geçirdi. Bak burada birinci ciltte o Cumhuriyet dövrü Azerbaycan edebiyatı merhalesi Azerbaycan edebiyatı ilk defa olarak bu kadar böyle detallarıyla verilir. Çünkü bu dövr Sovet edebiyatşünasında Burjuva demokratik inqilabı dövrü kimi səciyyələndirilirdi ve Azerbaycan edebiyatını bu dövrdəki Türkçülüğe, Turançılığa, milli düşünceye ait şiirler hiçbiri yer tutmurdu. Elbette bu dövr çok kiçikdi, ancak bu dövrün Azerbaycan edebiyatında ve Azerbaycan edebiyatının sonraki mərhələsindəki dövrüne de çok büyük təsiri vardı. Romantizm mərhələsi. Bəli, bəli. Məsələn, Əli bəy Hüseynzadə, Hüseyn Cahir. Bunlar Kimler Əli bəy kimi? Hüseynzadə, Hüseyn Cavid, əlbəttə Hüseyn Cavid edebiyat tarixine daxil olurdu. Ancak Əli bəy Hüseynzadə ilk dəfə də edebiyat tarixine daxil olurdu. Yəni bu kitabda siz Bəli, bəli, Tamam. orada təkcə Əli bəy Hüseynzadə yox, digər mürtəci romantiklər siyasına daxil edən digər romantiklər də orada öz yerini yedir. Bəli, növbəti dövrlərdə yəni bu O bir dövr inkişaf edib mərhələ gəlir. getmiş. Mən onu məsələn Sovet dövrü Azərbaycan edebiyatı adlandıranlar da var. Mən onu post Cumhuriyet dövrü Azərbaycan edebiyatı adlandırıram. 20-ci ildən başlayıb ta 20-ci ildə. Bu post Cumhuriyet dövrü Azərbaycan edebiyatı 20-dən başlayır 30-a qədərki bir dövr. Bu ne için post Cumhuriyet dövrü adlandırıram? Çünkü Cumhuriyetin hələ qalıqları milli ruhda iştirak edirdi. Eyni zamanda proletar realizmi de edebiyatımıza daxil olmağa başlayırdı. Ama sonraki mərhələdə repressiya dövrü geldi. 30-cu illər əsl repressiya edebiyatı idi. Yəni edebiyat şairlər, yazıçılar göz açmağa belə imkan tapa bilmirdilər. Siyasi mühit bütünlüklə edebiyata daxil olmuşdu və edebiyatdan, şairlərdən, yazıçılardan nələr tələb olunurdu. Sonraki 40-50-ci illər isə sosrealizm dövrü Azərbaycan edebiyatı adlandırılır. Artıq 50-ci illərin ortalarından edebiyatda bir yumuşalma getməyə başladı və bu yumuşalma özünün belə deyim ki, ədəbi prosesdə nəticəsini göstərdi 60-cılar yedir. 60-cılar 60-cı illərdən başlayır. 60-cılardan 60-80-ci illər ədəbiyyatının özü də müxtəlif mərhələlərə bölünür. Yəni 60-cılarla beraber eyni zamanda 60-cı illərdə yazıb yaradan digər şair və yazıçılarımız da vardı. Poeziyada çok büyük bir mesafe qət olundu. Nəsrdə çok büyük bir mesafe qət olundu. Və bu dövrdə hamısının mən belə deyim ki, ədəbiyyatdakı üstün və zəif cəhətlərini hamısını orada poeziya, dramaturgiya, Açmışsınız, nəsr, göstərmişsiniz bu kitablarda. ədəbi proses. Bəli. Hətta jurnalistikaya Bəli, qiymət bəli. vermişsiniz. Demək bu kitabın strukturunda nə var burada əsas? Hər dövrün ədəb prosesi, mütləq o ədəb prosesdə hansı hadisələr baş vermişdi, hansı mədəni hadisələr baş vermişdi. Ədəb proses orada öz əksini tapır. Nəsr, dramaturgiya, poeziya. Və həm şimal, həm cənub Bəli, Azərbaycanın, Hər bir həm Azərbaycan Respublikası, həm hər bir dövrün Güney Azərbaycan. sonunda dövr ümumiyyətlə Şimali Azərbaycan edebiyatını əks etdirir. Ancaq hər dövrün mərhələnin sonunda Cənubi Azərbaycan edebiyatının həm ədəb prosesini ora daxil edirəm, həm də həmin dövrün ədəb prosesindən bir görkəmli nümayəndənin mütləq o çirkini verirəm. Yəni burada eyni həmin dövrdə yaşayıb yaradan yazıçıların ədəb prosesi, nəsr, dramaturgiya, poeziyanın inkişaf yolları ilə yanaşı, həmin dövrdə yaşayıb yaradan yazıçıların, şairlərin ən görkəmlilərinin o çirklərini verirəm mən. Yəni o çirklər artıq burada həmin dövrün ədəbiyyatının mənzərəsi tam aydın ola bilər. Ola bilsin ki, o çirklər mən az verirəm və yaxud da bir başqası, başqa bir müəllifin də o çirkini verə bilərdi. Ancaq yəni bu ədəbiyyatın həmin o çirklər, o adamların o çirkini verirəm ki mən. Onlar Azərbaycan ədəbiyyatının istiqamətini dəyişməyə və orada əhəmiyyətli yaradıcılığı ilə əhəmiyyətli yer tutmağa imkan tapırlar. Mən onların demək
həyatı, yaradıcılığı haqqında geniş demək yazırım. Yani çok doğru, çok düzgün. Edebiyat, eğer biz yaratıcılıktan söhbət ediriksə, edebiyat insana bir mənəvi qida verməlidir. Onun bilik bazasını genişləndirməlidir. Hər yazılan kağız ədəbiyyat nümunəsi hesab oluna bilməz. Və siz də məhz bu nöqtələrdən seçmişsiniz ki, yenilikçi olsun, obyektiv olsun, obraz yarada bilsin müəlliflər. Yəni burada mən təbii ki, hələ imkanım olmayıb. Çox təəssüf imkanım olmayıb bu sizin bu kitablarla tanış olmağa. İnşallah belə bir İnşallah. imkan olar. Oxuyaram kitabların hamısını. Biz bu qısa verilişdə ancaq tanışlıq eləyə bilərik. Mən oxumasam da vərəqləməklə mən anladım ki, çox monumental bir əsərdir. 3 cildlikdir. Yəni 20-ci əsr bütövlükdə 20-ci əsr ədəbiyyatını siz təhlil eləmişsiniz, müəllifləri seçmişsiniz. Yanaşma tam elmidir. Ona görə də təbii ki, mən sizə bir Azərbaycanlı kimi təşəkkür eləyirəm. Və son olaraq bir sual da vermək istəyirəm. Necə düşünürsünüz? Azərbaycan ədəbiyyatı 20-ci dövrdə, 20-ci əsrdə üzr istəyirəm. Güclü bir inkişaf dövrü yaşamış Azərbaycan ədəbiyyatı 21-ci əsrdə bu yolu davam etdirə bilirmi? Veya burada problemler var. Bizim ədəbi düşüncənin, ədəbi təfəkkürün inkişafında. Əlbəttə, çox doğru siz qeyd elədiniz. 20-ci əsr bayaq da qeyd elədim ki, zəngin və mürəkkəb bir dövr idi. Bir neçə mərhələdə bu öz əksini tapdı. Ancaq belə deyim ki, həm bu dövrdə biz bir neçə ilini, heç olmasa bir 60 illik bir dövrü siyasi buxovda biz bunu yazıb yaratmışıq. Baxmayaraq ki, 60-cı illərdə müəyyən yumşalma var idi ədəbiyyatda. Ancaq tamamilə biz belə deyim ki, sosializmdən tam azad ola bilməmişdik. Ancaq 80-ci illərin ortalarından Namiq bəy, ədəbiyyat yeni bir mərhələyə keçdi. Həm Qarabağ hadisələri, həm dünyada baş verən hadisələr və həm də Azərbaycanın öz müstəqilliyini qazanması bizdə də müstəqil bədii düşüncənin formalaşmasına imkan yarattı. Və burada da qeyd etdiyimiz kimi, bu əslində təkcə bir 100 illik dövrün bir ədəbiyyatı deyil. 1890-dan başlayan ədəbiyyatın 2020-lərə qədər gəlməsi barədə siz burada Yusuf Səmədoğlu, Zəlimxan Yaqub var, Zəlimxan Yaqub var, müxtəlif demək şairlər. Və bu ədəbiyyat tarixinin başqa bir özəlliyi ondan ibarətdir ki, bu ədəbiyyat tarixinə kimliyindən asılı olmayaraq, hansı dövrdə və mərhələdə yaşayıb yaratmasından asılı olmayaraq, mən siyasi gözlüklə baxmamışam. Onları ədəbi yaradıcılıq nöqteyi nəzərindən araşdırmışam və təqdim etmişəm. Əlağa Vahidi də o cür etmişəm və digər yazıçılarda. Çünki bizdə indi bugün belə deyək də, Sovet dövründə yaşayıb yaradan yazıçılara tamamilə başqa bir siyasi gözlüklə baxırıq. Mən görürəm ümumiyyətlə məqalələrdə və başqa yerlərdə. Amma ədəbiyyat tarixi, o ədəbiyyat tarixi obyektiv olmalıdır. Yəni hər bir şairin, yazıçının, dramaturqun əsərlərini obyektiv kontekstdən təhlil etməlidir. Və əgər tutaq ki, hər hansı bir yazıçının bir tutaq ki, siyasi kontekst varsa, bu demək deyil ki, onun bütün yaradıcılığı siyasi kontekstlə bağlıdır. Bax, bu çox aydın məsələdir. Çünki hər şey bir əsərdir. Siz o əsərdən çıxış eləməlisiniz. Hər əsər, hər bir yazıçının və ya bir əsərinə görə onun bütün siyasi yaradıcılığına siyasi nöqteyi nəzərdən qiymət vermək olmaz. Bu ən yanlış. Və mən onu burada gözləmişəm. Və onu da deyim, mühacirət ədəbiyyatı da burada var, legion ədəbiyyatı da burada var. Hansı ki, bizim belə deyim ki, ədəbiyyat tariximizdə indiyə qədər bütün bunlar yer tutmamışdı. Yəni bu nə deməkdir?
bu 130 illik bir dövrün təxminən bir dövrün ədəbiyyatının yenidən mərhələlərə bölünməsi, yenidən strukturlaşması, sistemliləşməsi və demək belə deyim xalqın istifadəsinə verilməlidir. Çünki ədəbiyyat xalqın ədəbiyyatıdır. Baxın, məsələn, deyir ki, Gürcə ədəbiyyatı, Rus ədəbiyyatı, Alman ədəbiyyatı, Fransız ədəbiyyatı, Alman ədəbiyyatı, Fransız ədəbiyyatı demir. Evet. Çünki ədəbiyyat birbaşa xalqın bədii düşüncəsinin məhsuludur. Və bu mənada mən də istədim ki, xalqın bu dövrdə, bu mərhələlərdə hansı yollardan keçdiyini, hansı bədii düşüncəyə malik olduğunu, bugün üçün, gələcək üçün nələri etdiyini burada sistemləşdirim və elmi nəzəri cəhətdən oxuculara təqdim edim. Teşekkürler. Hakikaten çok ciddi bir emekti, ciddi bir işti. İnanıram ki bizim oxucularımız hem edebiyatşünas alimlerimiz hem de benim kimi sadə oxucular bu kitaplardan faydalanacaklar. Çok sağ olun. Görüşe göre teşekkür ederim. Size uğurlar arzulayıyorum. Mən təşəkkür edirəm. Siz də çox sağ olun ki, belə bir belə deyim ki, zəhmətə qiymət verib bu verilişi çəkirsiniz. Sağ olun. Çox sağ olun. Sağ olun.